Təcili. Qəzaya uğrayan təyyarə haqda sabiq konsuldan maraqlı açıqlama. C-130 hərbi kargo təyyarəsinə, tam adı Lockheed C-130 Hercules, ilk dəfə 2001-ci il mart ayında minmişəm. Ankaranın Etimeskut hərbi aerodromundan Makedoniyanın Skopje şəhərinə uçurduq. Referans bildirir ki, Musavat.com-un məlumatına görə bunu jurnalist Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi Azərbaycanın İstanbuldakı baş konsulu 2003-2006 İbrahim Nəbioğlu bildirib. İlk Nəbioğlu ardınca qeyd edib, mən və operatorum Humay Vəliyevlə Skopjedən avtomobil yolu ilə Kosovaya, Priştinaya gedəcəkdik. Hərbi müxbir kimi Türkiyə Silahlı Qüvvələrinin baş qərargahında akkreditasiya olub, Kosovada Beynəlxalq Hərbi Qüvvələrin KFOR tərkibində xidmət göstərən 25 Azərbaycanlı əskər harda reportajlar hazırlamalı idik. Jurnalist təyyarə barədə aşağıdakıları vurğulayıb. ABŞ-ın Lockheed Martin korporasiyası tərəfindən istehsal edilmiş 4 mühərrikli turboproplu hərbi nəqliyyat təyyarəsi təyinatında nəqliyyat olsa da, əskərlərin uçması üçün çox sərt və komfortsuz bir uçaqdır. Zaten adı da üstündədir, kargo təyyarəsi. Ancaq təyyarənin içi olduqca geniş, tavanı çox yüksək idi. Yalın divarlarına baxanda özümü Vyetnam savaşına gedən Amerikan əskəri kimi hiss etmişdim. Ancaq təyyarə Türk ordusunun inventarında idi və bizimlə uçan Türk zabitləri Türkiyədəki C-130'ların motor və avionikasının modelləşdirildiyini deyirdilər. Skopje yaxın olsa da, hardasa 2 saat uçduğumuz yadımdadır. O təyyarədən ağlımda qalan onun tavan yüksəkliyi idi. Əlimdəki əskəri payokdan bir sendviç çıxarıb, bir dəfə dişləyib kənara qoymuşdum. C-130'un içinin nəhəng həcmi məni yaman vahimələndirmişdi. Yanımdakı albaya bu qədər də iç həcmi olar. Deyəndə o gülümsəyərək, dünyanın ən etibarlı yük təyyarəsi bu uçaqlardır demişdi. Sabiq konsul Türkiyəyə məxsus eyni adlı hərbi təyyarənin dəhşətli qəzaya uğramasını təəssüflə qeyd edib. Bugün Bakıdan qayıdan C-130 təyyarəsinin Azərbaycan-Türkiyə sərhəddində qəzaya uğraması xəbərini eşidəndə təyyarənin o böyük həcmli boşluq gəldi gözümün önünə, o boşluq 20 Türk hərbçisini dönüşü olmayan bir boşluğa sovurdu. Tokayevlə planlar hazırlayacağıq, Putin. Qasım-Comart Tokayevin 2 günlük dövlət səfəri zamanı orta müddətli əməkdaşlıq planlarını müəyyən edə biləcəyik. Axar az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstanlı həmkarı ilə görüşündən danışarkən deyib. Bizim qeyri-rəsmi şəraitdə xüsusi maraq doğuran bütün məsələləri müzakirə etmək imkanımız olacaq. Daha sonra həmkarımla birlikdə ikitərəfli münasibətlərimizin bütün gündəliyini nəzərdən keçirəcəyik və təbii ki, gələcəyə baxacağıq. Ümumiyyətlə, düşünürəm ki, biz cari ili çox yaxşı başa vuracağıq və yaxın gələcək üçün, eləcə də uzun müddətli perspektiv üçün planlar hazırlayacağıq. Rusiya və Qazaxıstan daim təmasda olsalar da, bu cür protokol xarakterli tədbirlər də dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət daşıyır, deyə Putin əlavə edib. Bundan əlavə, Putin Rusiyaya etdiyi səfərə görə Tokayevə təşəkkürünü bildirib. Biz torpaqlar itiririk, düşmən güc toplayır, Selezniev. Zaporojye vilayətində vəziyyətin sabitləşməsi Ukrayna ordusunu gücləndirmək üçün əlavə resursların olub-olmamasından asılı olacaq. Axar az xəbər verir ki, bunu Ukraynalı hərbi ekspert Vladislav Selezniev bildirib. Novouspenskovskoye, Novoye, Oxotniçiye, Uspenkovka, Novonikolayevka düşmənin nəzarətinə keçib. Biz manevrli müdafiə aparmağa və başqa cəbhə xətlərinə, mövqelərə geri çəkilməyə məcbur olduq. Qulyaypol üçün risklər artır, deyə Selezniev qeyd edib. O xatırladıb ki, Rus hərbçiləri bu cəbhə istiqamətində səylərini əhəmiyyətli dərəcədə artırıblar. Lakin bəzi Ukraynalı şəxslərdən vəziyyətin sabit olduğu və Ukrayna qüvvələrinin effektiv əks-hücum tədbirləri apardığı barədə qəribə bəyanatlar eşidilib. Göründüyü kimi, bu tədbirlər kömək etmədi. Biz torpaqlar itiririk. Düşmən güc toplayır və kifayət qədər geniş miqyaslı hücum edir. Yəni, biz gündə bir neçə kvadrat kilometr ərazi itiririk və əlbəttə, bu Qulyaypolu təhlükə altına qoyur.